AXCP yeni saxlananların olduğunu bildirib. Verilən məlumata görə noyabrın 29-da Əli Kərimlinin köməkçisi Ruslan Əmirli də saxlanıb. Habelə Gədəbəy rayon icra hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun da saxlandığı bildirilir. Onu da DTX əməkdaşlarının saxladıqları vurğulanır. Gözaltı bu barədə Azadlıq Radiosuna istinadən xəbər verir. Hələlik bu məlumatları rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmuyor. Saleh Rüstəmov bundan əvvəl AXCP-yə qanunsuz maliyyə yardımında ittiham edilərək həbs edilmişdi, sonradan həbs müddəti başa çatmamış, prezidentin əfv sərəncamı ilə azadlığa çıxmışdı. Rusiyada yaşayan Saleh Rüstəmovun yaxınlarının yaş mərasiminə qatılmaq üçün Azərbaycana gəldiyi bildirilirdi. Bir müddət öncə isə onun ölkədən çıxışına məhdudiyyət qoyulduğu açıqlanmışdı. Saleh Rüstəmovun vəkili də bununla bağlı rəsmi qurumlara müraciət etmişdi. O, həbs ilə bağlı ittihamı qəbul etmirdi. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.